Qalxanvari vəzin ümumiyyətlə diaqnostikasında qızıl standart sayılır ultrasəs müayinəsi. Heç bir müayinə, istər kompüter tomoqrafiya olsun, istər MRT olsun, UZI kimi bizə nəticə vermir. Ən gözəli UZI-dir. Hətta artıq dünyada ultrasəs mütəxəssisləri arasında belə bir yarış gedir ki, düyünə baxanda belə xərçəng olub olmamağın 90-95% halda patomorfoloji müayinələrlə müqayisə etmək dərəcədə dəqiq deyən ultrasəs mütəxəssislərimiz var. Həqiqətən bu belədir. Ultrasəs müayinəsi bizə qalxanvari vəzin ümumi quruluşu, ölçüləri, onun tərkibindəki düyünlərin sayı, ətraf boyun limfa vəzlərindəki quruluş dəyişkənliyi, onun hamar, qeyri-hamar, içində kalsinatların olub-olmamağı, qanlanması barəsində məlumat verir ki, biz bu ilə istiqamət verə bilirik ki, təqribən bu xərçəng olma ehtimalı var, yoxsa yoxdur. Bir də ən böyük üstünlüyü nədir? O qeyd etdiyiniz kimi nazik iynəli aspirasyon punksion biopsiya. Məsələn, əvvəllər biopsiyanı biz elə kör təbii barmaqla baxıb eləyirdiksə, bugün artıq ultrasəs müayinəsi altında məhz biz məntiq var da, biopsiyanı niyə eləyirik? Bilək bu şübhəli düyündə xərçəng var, yoxsa yox.